Değerli müşterilerimiz, yine size güzel bir ev. 220 binden düştü 199 bine. İnşallah reallık olsa yine de indirim olmayacak. Gördüğünüz gibi 4 maşınlıq belə geniş bir həyəti var. Həyətində adrenli sanitar qovşağı yerləşdirilib. Əl yumağı gördüğünüz gibi hamısı qranitdən istifadə olunur. Şəbəkə pəncərələrlə ev həqiqətən çox idealını verdi. Yerləşmə yeri Binə qəsəbəsi mərkəzə çox yaxın. Mərkəz demək olar ki, mərkəzdə yerləşib. Caviz qapılarla, əl qapısı adrenli. Evimizin bu bölümündə ehtiyat su çəni var. Şirin suyu var, qazı var, işığı var, paket qubçadır. Burada ehtiyat su çəni 10 tonluq. Yerinin altında gördüğünüz gibi 4 bir yanına keçməyə yol. Burada evimizin konumusu yerləşdirilir. Evimiz həqiqətən çox idealında yerdədir. Qiymətlə də yenə razılaşmaq olar. Gördüğünüz gibi qapılar çox bahalı qapıdır. Ucuz bu qapı deyil. Bilənlər bilir bunun qiymətini. Evimiz stipoldan ibarətdir. Stipoldu gördüğünüz gibi mərmər qranit vurulub yerə. Çox gözəl. Burada gözəl bir mətbəx yerləşdirilir. Stipoldan ibarətdir. Gördüğünüz gibi sistemi idarə etmə. Burada evimizin sanitar qovşağı. Bu evimizin samuzel qovşağı. Dostlar, bu evdə nə görürsünüzsə, hamısı bahalı, ucuz bir şey koyulmuyor. İşıqlandırması da çok gözəldir. Aboylar bahalı aboydur. Burada ilk önce birinci mərtəbədə qonaq otağıdır. Gizli işıqlarla çox möhtəşəm bir geniş qonaq otağı istəyənlər. Burada evimizin gördüğünüz gibi gözəl yenə göstərirəm ki, biləsiniz mətbəxdir. Mərmər qranitdən şüşəli temper şüşələr qoyulur ki, uşaqlar düşməsin. İkinci mərtəbəyə çıxanda bizi belə bir koridor qarşılayır. Gözəl koridor qarşılayır. Balkona çıxışdı. Burada evimizin yataq otağıdır. İkinci mərtəbədə də yenə adrenli sanitar samuzel qovşağı var. Burada ikinci bir yataq otağı. Burada üçüncü bir yataq otağıdır. Burada dördüncü bir yataq otağıdır. Geniş radiatorlarına kimi qoyulub. Aboy çox gözəldir. Dördüncü otaqda dostlar adrenli sanitar samuzel